Xəbər verdiyimiz kimi Fövqəladə Hallar Nazirinin müavinləri general-leytenant Faiq Tağızadə, Etibar Mirzəyev və Orucəli Hacıyev vəzifədən azad ediliblər. Qlobal İnfaza danışan siyasi şərhçi Heydər Oğuz deyib ki, Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti James David Vance'in Azərbaycana səfərindən sonra ölkədə müəyyən kadr dəyişikliklərinin olacağı gözlənilən idi. Stat: Hazırki şəraitdə həm Azərbaycanda, həm də Ermənistanda Rusiyaya bağlı qüvvələrə qarşı tədbirlərin görülməsi zəruri hesab olunur. Əks halda bu qüvvələrin mümkün təxribat cəhdləri regionda sabitliyə mənfi təsir göstərə bilər. Artıq bunun ilkin əlamətləri müşahidə olunur. İndiyədək iqtidar partiyasının nümayəndəsi Ramiz Mehdiyev barədə konkret qərarın verilməməsi də müzakirə mövzusudur. Eyni zamanda prezidentin siyasi kursundan kənar bəyanatların səsləndirilməsi müəyyən dairələrin İlham Əliyevin apardığı siyasətə alternativ mövqe nümayiş etdirmək cəhdi kimi qiymətləndirilə bilər. Bu baxımdan müvafiq strukturlarda islahat və kadr dəyişikliklərinin aparılması mümkün variant kimi dəyərləndirilir. Oxşar proseslər Ermənistanda da baş verir. Artıq bu ölkədə kilsə ətrafında müzakirələr və qarşıdurmaların artması diqqət çəkir. Ümumilikdə hər iki ölkədə daxili sabitliyin qorunması və aparılan danışıqların, eləcə də sülh təşəbbüslərinin zərər görməməsi üçün idarə etmədə ardıcıl və sistemli addımların atılması vacib sayılır. Əks halda daxili ziddiyyətlərin dərinləşməsi iki ölkə arasında münasibətlərə və sülh prosesinə mənfi təsir göstərə bilər. Statın sonu. Yazını tam halda şərh bölümündəki linkdən oxuya bilərsiniz. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.